Qayd eləyim bunu. Tamam. İndi davam eləyək. Hansı sualda qalmışdıqsa, növbəti sualı deyin, mən də baxım. 117 demişti saçını. Bəli, səkinə 117 demişdi. 117-yə qədər varmı? Hemen. O zaman 117-ci suala bir nəzər salaq, baxaq görək nə deyir. Mən bunu qoyum bura. Aha. 117-ci suala baxaq. Deyir ki, 22 dekabrda Buenos Aires şəhəri, yəni 35 dərəcəlik cənub enliyi və onunla eyni meridian üzərində yerləşən A məntəqəsində günorta vaxtı günəşin eyni bucaq altında görünür. Günorta vaxtı eyni bucaq altında görünür. Bu məntəqənin coğrafi enliyini müəyyən edin. Yoldaşlar, bax, sualın şərtinə fikir verin. Deyir ki, 22 dekabrda Buenos Aires şəhəri, yəni 35 dərəcəlik cənub enliyi və onunla eyni meridian üzərində yerləşən A məntəqəsində günorta vaxtı günəş eyni bucaq altında görülür. Bu məntəqənin coğrafi enliyini tapaq. Gəlin tapaq. Birinci növbədə Tamam. biz bilməliyik ki, 22 dekabr tarixində günəş 23,5 dərəcə cənub enliyində zenitdə olur. Zenitdə olmaq o deməkdir ki, ora 90 dərəcəlik bucaq altında düşür cənub enliyi. Yəni günəş baxın buradadır. 22 dekabrda günəş 23,5 dərəcə cənub enliyində zenitdədir. Bura 90 dərəcə düşür. Deyir ki, Buenos Aires 35 dərəcə cənub enliyində yerləşir. Buenos Aires 35 dərəcəlik cənub enliyində yerləşir. İndi mən baxıram ki, 35 dərəcə ilə 23,5 dərəcə arasında nə qədər fərq var? 35 çıxılsın 23,5. Niyə çıxıram? Çünki eyni yarımkürədir. 35-dən 23,5-in çıxanda nə qalır burada? 11 tamam onda 5. Bəli, 11,5 dərəcə fərq var. İndi mən elə bir məntəqə tapmalıyam ki, o məntəqədə 23,5-dən arasındakı dərəcə fərqi 11,5 olsun. Təbii ki, mən daha üzü aşağı gələ bilmərəm. Çünki üzü aşağı gəlsəm yenə gəlib bura çıxıram. 35. Onda mən nə etməliyəm? 23,5-dən şimala doğru hərəkət eləməliyəm. Ki 23,5-dən mən 11,5 dərəcə şimala getsəm, görüm hara gedib çıxaram? 23,5 çıxılsın 11,5 elər 12 dərəcə 12 dərəcə cənub enliyi. Deməli məntəqəmiz də olsun bura. 12 dərəcə cənub enliyi. Deməli bizim deyir ki, həmən bu 22 dekabrda Buenos Aires şəhəri ilə eyni günəş şüası düşən məntəqəmiz 12 dərəcə cənub enliyidir, yoldaşlar. Niyə görə? Çünki 23,5 cənub enliyi ilə Buenos Aires arasında, yəni 35 dərəcə cənub enliyi arasında nə qədər dərəcə fərqi var? 11,5 dərəcə. İndi mən elə bir məntəqə tapmalıyam ki, yenə 23,5 ilə həmən məntəqə arasında 11,5 dərəcə fərq olsun. Təbii ki, mən şimala doğru hərəkət eləyirəm, 11,5 gəlib çıxıram 12 dərəcəlik cənub enliyində. Deməli, o bir məntəqəmiz də 12 dərəcəlik cənub enliyidir. Başa düşmədiniz bunu? Bana düştük ben. Burası biraz garip oldu. Baxın. Siz özünüz də bir dənə məsələnin şərtini oxuyun özünüz üçün. Deyir ki, 22 dekabrda. Birinci növbədə biz 22 dekabr tarixində günəşin hansı enlikdə, zenitdə olmağını dedim ki, bilməliyik.
Hı hı. Günəş 22 dekabrda 23,5 dərəcə cənub enliyində zenitdə olur. Bunu bildim. Mənə Mən deyir ki, 35 dərəcəlik cənub enliyinə görək 35 dərəcə, yəni Buenos Airesə günəş şüaları neçə dərəcə düşürsə, başqa mənə elə bir enlik tap ki, orada o qədər düşsün. Mən bilirəm ki, günəş burada zenitdədirsə, bura 90 dərəcə düşür. Bura 90 dərəcə düşür. Gəl görək, Buenos Airesə nə qədər düşür? Yazıram belə. 90 dərəcə çıxılsın 35 çıxılsın 23,5. Düstur belədir. Buradan da tapıram ki 90 çıxılsın 11,5 dərəcə. Bu da eləyir 78,5 dərəcə. Deməli, günəş şüaları Buenos Airesə düşür 78,5 dərəcə. İndi mən görüm günəş şüaları başqa hara 78,5 dərəcə düşə bilər. Mən yenidən 23,5-dən cənuba doğru hərəkət eləsəm, yenə gəlib çıxaram həmən məntəqəyə də. Çünki elə bu məntəqəyə düşür 78,5. Bu mənim cavabımı ödəməyəcək. Çünki yoxdur. Baxıram ki, bu yoxdur. Mən onda məcbur qalıb şimala doğru hərəkət eləməliyəm ki, görüm şimalda hansı enliyə günəş 78,5 dərəcə düşür. Təbii ki, mən bu zaman nə edirəm? Mən 23,5-dən neçə dərəcə yuxarı qalxmalıyam ki, ora günəş şüaları 78,5 düşsün. 90, 90. Çıxılsın 78,5. Alınar 11,5 dərəcə. Deməli, mən 23,5-dən 11,5 dərəcə yuxarı qalxmalıyam ki, ora günəş şüaları da 78,5 düşsün. Yəni Buenos Airesindən eyni düşsün. Bu da təbii ki, eləyir 12 dərəcə cənub enliyi. Deməli, 12 dərəcəlik cənub enliyinə də günəş şüaları 78,5 düşür. Yəni eyni düşür. Burada 78,5 düşür. Burada. Ona görə də bizim burada doğru cavabımız olur 12 dərəcəlik cənub enliyi. Başa düşdünüz? Yoxsa yenə qaranlıq qaldı? xeyr, mən başa düşdüm. Yəni uzun sözün qısası bizdən elə iki məntəqə istəyir ki, hər iki məntəqəyə günəş şüaları eyni bucaq altında düşsün, eyni düşsün. Mən də baxıram ki, bunun biri gəldi çıxdı 35 dərəcəyə. Deməli, bu 35 ilə 23-ün arasında nə qədər dərəcə fərqi varsa, 23-dən yuxarı o qədər qalxmalıyam ki, orada eyni vəziyyətdə düşsün. Məsəl üçün 5 metr aşağı düşmüşəmsə, 5 metrdə yuxarı qalxmalıyam ki, mən eyni məsafə gedim, günəş şüaları eyni dərəcədə düşsün. Bax, o lazımdır bizə. Tamam mən. 117 baxdıq, sonra 123 var məndə. 123-ə qədər sualınız 22. neçə? Eşitmə. 22. 122 mən. 122, 123. Ora qədər var. Kiminsə başqa bir sualı. Xeyr, mən. Yoxdursa, o zaman mən buranı təmizləyim biraz. Silək, keçək 122, 123-ə. 124. Deməli 122, 123, 124. Üçünə də baxaq ardıcıl. Bəli. 122 dedik də birinci elə. Bəli. Bizə deyiləm. 122-ci sualda bizə deyir ki, A məntəqəsi ilə Bakı şəhəri eyni coğrafi enlikdə yerləşir. A məntəqəsinin yerli vaxtı Bakıdan 5 saat 20 dəqiqə geridir. Burada axşam olarsa, Pekin şəhərində yerli vaxtla saat neçə olar? Gəlin baxaq. Birinci növbədə mən Bakı şəhərinin coğrafi uzunluğunu bilməliyəm ki, Bakı şəhərinin coğrafi uzunluğu neçədir? 50 şərq uzunluğu. Bəli, 50 dərəcəlik şərq uzunluğudur. Bakının koordinatını əzbər bilməliyik. 40 şimal 50, 50 dərəcə şərq uzunluğu.
Mənə məsələnin şərtində davamında deyir ki, A məntəqəsi ilə Bakı şəhərinin eyni coğrafi enlikdə yerləşir. Deməli, coğrafi enliyi neçədir Bakının? 40. Bəli, 4 şimal enli. 40 dərəcəlik Şimal enli. şimal enliyidir. A məntəqəsinin yerli vaxtı Bakıdan 5 saat 20 dəqiqə irəlidir. Gəlin görək. 5 saat 20 dəqiqə neçə dərəcədir? Mən saatı vururam 15-ə. 15-ə vururam. 20'ni de 4'e 20-ni də böldüm. bəli 4-ə bölürəm. 75 eləyir bu. Bu da 5 eləyir. Beşeri. İkisini bir yerdə cəmləyirəm. Edir 80 dərəcə. Deməli, bizim bu A məntəqəmiz Bakıdan 80 dərəcə şərqdədir. Çünki niyə şərqdədir? Baxın, deyir yerli vaxtı Bakıdan 5 saat 20 yox, üzr istəyirəm, geri deyir. Deməli, Hadi. 80 dərəcə geridədir. Ha, Çünki geçti. geri deyir axı. Mən 50 dərəcəlik şərq uzunluğundan 80 dərəcə geriyə qayıtsam yoldaşlar, neçə dərəcəlik uzunluğa çataram? Bunu necə hesablayarıq? Baxın, yazıram 50 50. 30 cənub enindən yoxsa Cənub enliyi yox, cənub qərb uzunluğu. 30 qərb uzunluğundan. Bəli. 50 çıxılsın 80 mənfi 80 elədimi? Mənfi 30 elədimi? Bəli. Deməli, mənfi 30 o deməkdir ki, mən olduğum yarımkürəni dəyişirəm. Keçirəm qərbdə idimsə, şərqdə idimsə qərbə. Deməli, mənim coğrafi uzunluğum 30 dərəcəlik qərb uzunluğudur. Deyir ki, burada axşam olarsa. Yəni A məntəqəsi burdadır və burada axşam. Tapın görək deyir Pekin. Pekinin uzunluğu 117 dərəcə nədir? 117 dərəcə şərq uzunluğudur. Pekin də burdadır. Birinci növbədə biz bunlar arasında gəlin dərəcə fərqini tapaq. Hı hı. Görək ki, neçə dərəcədir. O biri qərb, biri şərq. Yəni fərqli yarımkürələrdə olduğu üçün biz bunları toplayarıq. 117, bu da 30. Nə eləyər? 147 dərəcə. Demək ki, bunlar arasında 147 dərəcə fərq var. Və 147 dərəcəni mən gəlin çevirək dəqiqəyə saata. Görək ki, neçə dəqiqə eləyər. Bu zaman nə edirəm mən? 147-ni, baxın, dərəcədən dəqiqəyə keçmək üçün. 147-ni vuraram neçəyə? 4'e. Bəli, vuraram 4-ə. 4-ə vuraram. Edər 588 dəqiqə. İndi gəlin bunu saat və dəqiqəyə ayıraq. 588 dəqiqə. O demək ki, təbii ki, burada 9 saat düşər. 9 saat. 9 saat. Çünki 9 saatımız 540 dəqiqədir. Yerdə də qalar 48 48 dəqiqə. dəqiqə. Bəli. 48 dəqiqə. Deməli, bu 9 saat 48 dəqiqə. Həmin məntəqə, yəni Pekin həmin məntəqədən qabaqdadır. Gəlin görək Pekində saat neçədir? Və burada bizə deyir ki, burada axşam olarsa, biz axşamı saat neçə götürürük? 18:00. Bəli, 18:00. Əslində bu test tam ödəmir. Çünki bizim hər hansı bir ərazidə axşamı 18:00 qəbul eləməyimiz üçün ya yaz gecə gündüz bərabərliyi gün olmalıdır, ya da payız gecə gündüz bərabərliyi günü. Digər vaxtlarda bu ödəmir. Yəni burada da testdə bizə onu verməyib ki, bu payız gecə gündüz bərabərliyidir, yaz gecə. Ona görə bu test tam dolğun test deyil. Onu yadınızda saxlayın. İndi Tamam. biz 18:00-dan 9 saat 48 dəqiqə gedirik qabağa. Yəni olur gecə saat 24:00. Bu 6 saat gedəndə. Düzdür? 18-in üstünə 6 gələndə 24:00 olur da. 9-dan 6 saat getdik, yerdə qalır 3. Keçirik artıq gecə saat 3, yəni 03 48 dəqiqəmiz də burada. Deməli, axşam gecə burada saat 03:48-dir. Bu da hansı variantda ödəyir? B variant. B variantında ödəyir. Başa düşdüyümü bunu? Bəli. Oldu mu? Bəli. Baxın 08:00-dan sən 9 saat gedirsən, axşam gecə saat 24:00 olur, 12 olur. 3 saat 48 dəqiqədə keçirsən o biri günə. Amma yenə deyirəm, bu test tam ödəmir. Bunu yadınızda saxlayın.
Axşam 18:00 olduğun kimdeydi? Gülay sən idin yoxsa Səadət kim idi o sözü deyən? Mən idim, mən Gülay, Tülay. çox düz deyirsən. Bəli. Axşam neçə götürürük? 18:00 götürürük. Amma o şərtdə məsələnin şərtində sənə nə verməlidir? Yaz gecə gündüz bərabərliyi günü yaxud payız gecə gündüz bərabərliyi günü söhbətli olmalıdır orada. Olmasa Tamam. məsələ tam dolğun deyil. Yadınızda saxlayın bunu. Tamam mən. Amma veribsə biz işlədik də məsələn. Bizim borcumuz məsələni işləmək idi. Gəldik. Keçid aldıq 123-cü suala. Miqyası 1/35 milyon olan xəritədə A və B məntəqələri arasındakı məsafə 24,4 santimetrdir. Bu məntəqələr arasında yerli vaxt fərqini müəyyən edək. Mən ilk öncə miqyas və verilən ərazidən istifadə edib bunlar arasında həqiqi məsafəni tapmalıyam ki, görüm həqiqi məsafə nə qədərdir. Təbii ki, 5-0 silirəm. Qalır 350. Deməli, miqyasım 350 və xəritədəki məsafəm də 24,4. İndi kim mənə deyər, həqiqi məsafəni tapmaq üçün hansı düsturdan istifadə edərəm, nə edərəm? Xəritə vurulsun miqyas. Bəli. Həqiqi məsafəni tapmaq üçün bizim belə bir Xəritəyə düsturumuz var idi. məsafənin miqyası doğru. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafə vurulsun miqyas. O da yəni 350 vurulsun 24,4. Bax bunları bir-birinə vurur. Eləyir 8540. 8540 kilometr. Demək biz indi məsafəni tapdıq və mən indi 8540-ı dərəcəyə çevirməliyəm. Kilometrdən dərəcəyə çevirmək üçün fikir verin ha. Hansı paralelin üzərindəyik? 100 dərəcə. 40 dərəcə. O da 40 dərəcəlik o da- paraleldə 1 dərəcəlik qövsümüzün uzunluğu neçə kilometrdir? 85,4. Ay, çox düz. 85,4 kilometrdir. Yaxşı. Bəs onda mən 40 dərəcəlik paraleldə neçə dərəcə yol getmişəm ki, 8540 kilometr yol getmişəm. Tənasüb belə qursam düz olar? Bəli. Ona görə buradan tənasübdən x-i tapsam, 85,4 x bərabərdir 8540, x də bərabərdir 8540 bölünsün 85,4. X bərabərdir 8540 bölünsün 85,4. X bərabərdir 100. 100 dərəcə. Çünki orada burada bir vergül var axı, ona görə 100. Yəni elə bir 85.400-ü bölürsən 854-də də, hə. O da eləyir 100 dərəcə. İndi A və B məntəqələri arasında 100 dərəcə fərq var. Və mən indi 100 dərəcəni çevirirəm dəqiqəyə. Yəni nə edirəm? Vururam 4-ə. Edir 400 dəqiqə. İndi gəlin 400 dəqiqəni parçalayaq. 6 saatımız 360 dəqiqədə, düzdür? 6 saat 40 dəqiqə edir. Bəli. 6 saat yerdə də qalır 40 dəqiqə. Cavabımız da olar A variantı. Bəli. İndi gəlin bir də baxaq təkrar. Sıfırdan elə bir başlayaq, addım-addım gedin. Biz birinci növbədə bizə verilən miqyasla, baxın buradakı bax bu miqyasla və bu xəritədəki məsafədən istifadə elədik. Tapdıq həqiqi məsafəni ki, A və B arasında neçə kilometr məsafə var. Tapdıq. Sonra mən bu həqiqi məsafəni dərəcəyə çevirməliyəm. Ona görə həmən paralelin 1 dərəcəlik qövsün uzunluğu nə qədərdirsə bölürəm onu. Bildim ki 85,4. Ona görə böldüm 85,4-ə, düşdü 100 dərəcə fərq. Və mən 100 dərəcə fərqdən dəqiqəyə keçdim. Yəni vurdum 4-ə, elədi 400 dəqiqə. Bu o da 6 saat 40 dəqiqə deməkdir. Tamam. Keçid alaq 124-cü suala baxaq. Görək 124-cü sualda bizdən nə istəyir? 124-cü sualda deyir ki, qütb ulduzu 40 dərəcə altında görən, qütb ulduzu 40 bucaq altında görülən
A və B məntəqələri arasında məsafə 1 bölünsün 8 milyon 400 min xəritə üzərində 61 santimetrdir. A məntəqəsi 50 dərəcə şərq uzunluğunda yerləşir. A məntəqəsində günorta olarsa, ondan qərbdə yerləşən B məntəqəsində yerli vaxtla saat neçə olar? Biz hansı enlik üzərində dayanırıqsa, qütb ulduzunu da o bucaq altında görürük. Bu cümləni yadınızda saxlayın. Bizə deyir ki, burada qütb ulduzunu 40 dərəcəlik bucaq altında görürük. Deməli, onda biz neçə dərəcəlik enlikdə dayanmışıq? 40 dərəcəlik şimal enliyində dayanmışıq. Və yadınızda saxlayın ki, qütb ulduzu heç vaxt cənubda görünmür, yalnız şimalda görünür. İndi mənə deyir ki, iki məntəqə verib, A və B məntəqəsi verib mənə. A və B məntəqələr arasında məsafə miqyası 1 bölünsün 8 milyon 400 milyon xəritə üzərində 61 santimetrdir. Gəlin görək. A məntəqəsinin 50 dərəcə şərq uzunluğunda yerləşir. A məntəqəsində günorta olarsa, ondan qərbdə yerləşən məntəqədə deyir saat neçə olar? Deməli, A məntəqəsi yerləşir 50 dərəcə şərq uzunluğunda. Bura məntəqəsi. Mən birinci növbədə yenə mənə verilən bu miqyas ilə xəritədəki məsafədən istifadə edib həqiqi məsafəni tapıram. Həqiqi məsafə bərabərdir. Miqyasdan sıfırların sayını silirəm. 5 dənə sıfır silirəm. Qalır 84. Xəritədəki məsafədə 61. 84-ü vururam 61-ə. 84 vurulsun 61. Eləyir 5124 kilometr. İndi mən yenidən deməli A və B məntəqəsinin arasında məsafənin nə qədər olduğunu bildim. 5124 kilometr olduğunu bildim. Və hansı paralel üzərindəyim? 40 dərəcəlik paralel üzərindəyim. Ona görə də buradan mən dərəcəyə keçmək üçün 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğuna bölməliyəm 5124-ü. 5124 bölünsün. Biz bundan qabaqki məsələdə dedik ki, 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. 5124-ü də 85,4-ə böləndə düşür 60 dərəcə. Mən 50 dərəcəlik şərq uzunluğundan 60 dərəcəlik qərbə gedəndə gəlib çıxıram 10 dərəcəlik qərb uzunluğuna. Mənə deyir ki, A məntəqəsində günorta olarsa, günorta neçə götürürük? 12:00. 12:00 götürürük, bəli. Bəli. Günorta 12:00 götürürük. B məntəqəsində yerli vaxtla saat neçə olar? A və B məntəqələri arasında 60 dərəcə fərq var. 60 dərəcəni də mən dəqiqəyə çevirəndə eləyir 240 dəqiqə. Yəni ki, neçə saat eləyir bu? 4 saat. Və mən 12:00-dan 4 saat qayıdıram geri. Çünki qərbə doğru gedirəm. 12:00-dan 4 saat qərbə qaydanda olur saat neçə? 8. Bəli, 08:00 olar. Doğru variantımız da C variantı. Başa düşdünüz yoldaşlar, yoxsa qaranlıq qaldı yenə? Niyə səsiniz Xeyr, mən başa Heç düşdüm. kimin səsi gəlmədi. Nə oldu? Başa düşdük mən. Lap yaxşı. Keçən səfər dedim, sinifə sual verirsən ki, uşaqlar hər şeyi başa düşdünüz. Cavab gəlmir. Deyir, sualınız var, sual yoxdur. Sual yoxdursa 2 dənə ehtimal var. Ya başa düşdüm. Ya hər şeyi başa düşüblər, ya da heç nəyə başa düşmür. Bəli. İndi sizdə elə. Səs çıxmırsa, ya tam başa düşmüsünüz, ya da ümumiyyətlə başa düşməmisiniz. Ya səsini bağlayıcı, danışıram səhərdən. Deyirəm, axı sənin səsin niyə gəlmir? Səkinə Həmin. yazılır, danışa bilmir. Səadət ara bir görürsən, bir kəlmə deyir, çəkilir oturur qıraqda. Eləsin. Ümid bir dənə sənədir.
Bəli. Gəldik. Neçənci suala baxdıq? Son olaraq 124-ə baxdıq, hə? Yaxşı, 124-dən üz o tərəfə deyin gəlsin. Hər nəyiniz var deyin. Məndə 138-dir. 138-ə qədər. Xeyr, yoxdur mənim. Bir dəqiqə, səadətdə yoxdur, görək. 128-dir nədən? 128-ci suala baxaq. Hani bizim 128-ci sualımız buradadır, tapdıq. Eyni coğrafi uzunluqda yerləşən Bakı və Samara şəhərlərinin fərqli xüsusiyyətləri. Gəlin sizə bir şey deyim. Yenə deyirəm, Bakının coğrafi uzunluğu 50 dərəcəlik Şərq uzunluğu. şərq uzunluğudur. Bakının yerləşdiyi enlik 40 dərəcə 40 tərəfə alınır. şimal enliyidir. Amma Samara Bakıdan şimalda yerləşir. Və onun yerləşdiyi enlik Samara təxminən bir dəqiqə. Neçədə yerləşir Samara? 50 dərəcədə yerləşir. 50 dərəcədə, 50 dərəcə, 60 dərəcə arasında, 55 dərəcədə deyil. 55 dərəcə şimal enliyində yerləşir. Nəsə, uzun sözün qısağı Bakıdan daha yuxarıdadır. Tamam mənim. Bir dəqiqə bunu buradan sileyim. Bir də daha öldürdü. Yüksək. Aha, indi bizə deyir ki, bunların fərqli xüsusiyyətlərini, fərqli. Tamam, baxaq. Qütblərdən olan məsafə. Bəli, qütblərdən olan məsafələri fərqlidir. Təbii ki, baxın, mən qütbü qoydum bura 90 dərəcə. Biri var bura gələm, biri də var bura gələm. Eyni yol gələm. Xeyr. Eyni yol gəlmirəm. Birində nisbətən uzundur, birində qısadır. Deməli, elə doğru variantımızın biri bir. Fərqliləri istəyir bizdən. Sonra iqlim qurşaqları. Bəli, mən şimala getdikcə iqlim qurşaqları dəyişir. Məsəl üçün, burada mülayim subtropikdirsə, burada subarktikdir, mülayimdir və s. Deməli, biri də bu. Saat qurşaqları. Xeyr, eyni meridian üzərindədirsə, deməli, saat qurşağı eynidir. Olmaz. Sonra, Greenwich'dən olan coğrafi uzunluğu. Baxın, Greenwich buradadır. Greenwich burada. Mən buradan bura qədər də gəlsəm eyni yol gəlirəm. Buradan bura qədər də gəlsəm eyni yol gəlirəm də Greenwich sıfırdır. 0 ilə 50 arası 50 dərəcədir. Burada da 50'dir bu. Burada da 50'dir. Bunun heç bir fərqi yoxdur. Olmaz. Yəni bizim düzgün variantımız olmaz. Təzyiq qurşaqları. Bəli, bunların yerləşdiyi iqlim qurşaqları fərqlidirsə, deməli təzyiq qurşaqları da fərqlidir. Alçaq, yüksək və s. Coğrafi uzunluqları. Xeyr, coğrafi uzunluğu hər ikisinin coğrafi uzunluğu 50 dərəcədir. Ona görə mənim burada fərqli dediyinə görə 1, 2 və 5 fərqlidir. Sonra deməli siz neçə dediniz? 138. 138-ə qədər varsa baxaq, yoxsa elə 138-ə baxaq. Yoxdur. Xeyr mən. 100 neçə dediniz? 138. Bəli. Bunu bayaq dedim yoldaşlar. Hansınız deyə bilərsiniz bunu? Yerli və qurşaq vaxtı üst-üstə düşür. Yəni 30-a tam 15-ə tam bölünən ədədlər. Hə, onlar da onda Aha, 15-ə tam bölünən ədədlərimiz. biri 60, Aha. 40 bölünməz, 50 bölünməz, 100 də bölünməz, 60 bölünər, 100 və 100. Hə, yox, üzr istəyirəm. Burada bizdən nə deyir? Üst-üstə düşməsin deyir. Bax, deyir ki, yerli vaxtı qurşaq vaxtından geri olan. Yerli vaxtı geri olsun da. Yəni üst-üstə düşməsin, bir qədər də geri olsun. Deyəm mən bunu izah edeyim sizə. Bizə dəqiqə. Baxın, bunun biri 40 dərəcədir. Biri 40 dərəcədir. Biri də 100 dərəcədir. İndi səbəbini də deyirəm sizə. O birilər heç biri ödəmir. Niyə görə? Mənə deyir ki, yerli vaxtı qurşaq vaxtından geridə olsun. Gəlin 40 dərəcənin həm yerli vaxtını hesablayaq, həm də qurşaq vaxtını. Biləsiniz onda. Bölürəm 15-ə. Düşür 2, düzdür? Edir 30. O 40-dan 30-un çıxanda 10. Qalıq 7 10-da 5-dən böyük olduğuna görə üzərinə gəlirəm 1. Eləyir 3. Deməli 40 dərəcənin
Qurşaq vaxtı 3-dür. Bəs sizə görə yerli vaxt neçədir? 40 yenə bölürəm 15-ə. Yenə düşür 2, 30, qalıb 10. Onu vururam 4-ə. 4-ə eləyir 40 dəqiqə. Bunun yerli vaxtı isə 40 dərəcənin yerli vaxtı isə 2 saat 40 dəqiqədir. Baxın, həqiqətən də qurşaq vaxtından geridə də yerli vaxt. Bax, yerli vaxt 2 saat 40 dəqiqə, qurşaq vaxtı 3 saat. Gördünüz? Mən burada da 2-nin üstünə 1 gəlmirik. Harda? İçinizdə. Burada. Yerli vaxtda. Bəli. Yo, burada yerli vaxtı hesablayırıq. Yerli vaxtı hesablayanda aldığımız qalığı 4-ə vururuq ki, onun dəqiqəsini tapaq. Yerli vaxt dəqiqəsinə qədər hesabladığımız vaxtdır. Hə, tamam bəli. Ona görə mən burada qalıq qalan üzərinə 1 gəlirəm, saat qurşağını tapıram. Çünki saat qurşağında belə bir şey yoxdur. Axı məsəl üçün deyək ki, 2 saat 40 dəqiqə saat qurşağı yerləşir. Elə bir şey yoxdur da. Saat qurşağını deyirik ki, 1-ci saat qurşağı, 2-ci, 3-cü, 4-cü, 5-ci. Ona görə qalıq qalan üzərinə 1 əlavə elədim. Oldu 3-cü saat qurşağı. Amma yerli vaxtı hesablayanda mən onun saatın hələ üstəgəl dəqiqəsini də hesablayıram. Tamam. Və gördünüz də, yəqin ki, bax, onsuz da əyani şəkildə göründü. Bunun qurşaq vaxtı 3, yəni 3-cü saat qurşağında, amma yerli vaxtı 2 saat 40 dəqiqə. Qurşaq vaxtı yerli vaxtdan irəlidədir. 100 şərq uzunluğu da belədir. 100-ü bölürəm 15-ə. Nə düşür? 6 dəfə düşür də, düzdür? Edir 90, qalıq qalır 10. 10, 7 onda 5-dən böyük olduğuna görə üzərinə 1 gəlirəm. Edir 7. Bir dəfə də 100-ü bölürəm 15-ə. Düşür 6, 90, qalıq qalır 10, vururam 4-ə. Edir 40, 6 saat 40 dəqiqə. Baxın, qurşaq vaxtı 7, yerli vaxtı 6 saat 40 dəqiqə. Burada da qurşaq vaxtı yerli vaxtdan qabaqdadır. Yoldaşlar, son 4 dəqiqəniz var. Buyurun, deyin, baxaq, yekunlaşdıraq. Məndə 141-dir. 141'e kadar varsa buyurun. Sualınızı deyin. Eyib yoxdur. Bir dəfə də açarıq. Xeyr, mənim yoxdur. 141-ci suala baxaq. Bakıdan əvvəlcə 0 dərəcəlik azimutla, sonra isə eyni meridian çevrəsi üzrə 180 dərəcəlik azimutla bu qədər hərəkət etsək, çatacağımız məntəqəyə aid xüsusiyyətləri müəyyən edin. İlk növbədə Bakının koordinatlarını yenə avtomatik əzbər bilməliyik. 50 dərəcə şərq uzunluğu, 40 dərəcəlik şimal enliyi. Birinci növbədə 0 dərəcəlik azimut, baxın burada 0 dərəcəlik azimut deyir və 5550 kilometr deyir. 5550 kilometri dərəcəyə çevirmək üçün bölürəm 111-ə. Düşür 50 dərəcə. Deməli, mən Bakıdan şimala doğru 50 dərəcə yol gedirəm. 40 dərəcə şimaldan gedirəm 50 dərəcə şimala. Çatıram 90 dərəcə qütbə. Çatdım bura. 90 dərəcə deyəm, qütb deyəm. Dayanmışam dünyanın ən şimalında. Və qütbdən 180 dərəcəlik azimutla. Eyni meridian çevrəsi üzərindən. Yəni, keçirəm o biri tərəfə də. Bayaqki misal kimidir bu da, məsələ kimidir. 7770 kilometri yenə mən kilometrdən dərəcəyə keçmək üçün bölürəm 111-ə. Düşər 70 dərəcə. 90 dərəcədən 70 dərəcə düşür aşağı. Gəlib çatırıq. 90-dan 70 çıxıram. 20 dərəcə şimal enliyinə. Gəlib çatırıq bura. 20 dərəcə şimal enliyi. Amma 50 dərəcəlik şərq uzunluğunun, bayaq dedim, əks tərəfdəki meridianın neçə dərəcə qərb uzunluğu olar? Neçə dərəcəli? 50 dərəcə şərq uzunluğunun. 130 qərb uzunluğu. Bəli, 130 qərb uzunluğu. Deməli, bizim çatacağımız məntəqə 20 dərəcə şimal enliyi və 130 dərəcə qərb uzunluğu oldu. İndi bu məntəqəyə aid olan xüsusiyyətləri seçməliyik biz. Gəlin seçək. Deyir ki, şimal və qərb yarımkürəsində yerləşir. Bəli, gördüyümüz kimi 20 şimal 130 qərb uzunluğunda yerləşir. Sonra yerli vaxt Bakı ilə eynidir. Xeyr, gərək Bakıdan Bakı o 50 dərəcə şərq uzunluğundadır. Bu da orada ola ki, yerli vaxt eyni ola. Mülayim işıqlanma qurşağında yerləşir. Xeyr, tropik. Çünki tropiklərin arasındadır. Qış gündönümündə günorta vaxtı şaquli cismin kölgəsi
şimala yönəlir. Bəli, çünki biz bunu cənubda görürük, ona görə şimala yönəlir kölgə. Yəni belə deyək də, günəş burada olur, bu da burdadır. Buradakı cismin kölgəsi şimala yönəlir, üzü bu tərəfə yönəlir. Cənubdan düşdüyünə görə. 4. 5-ə baxaq. Deyir, Bakıya nisbətən başlanğıc meridianına yaxındır. Xeyr, başlanğıc meridianına daha uzaqdır. Çünki Bakı 50-dədir, bu 130-dadır. Günəş ildə 2 dəfə zenitdə olur. Bəli. Baxın 20 şimal enliyi. Tropiklərin arasında ildə günəş 2 dəfə zenitdə olur. 1, 4, 6 doğru cavablar olar. Tamam mən. Başqa sual var. Buradan vaxtımız çox az qaldı. 1 dəqiqədən az qaldı. Sualınız var idi, başqa açım. Bundan sonra bir dərsdə açım, baxaq onlara. Xeyr mən. Və yaxud da əgər sualınız varsa, qalıbsa 141-dən 59, deməli 10 dənə sual falandır da. Siz mənə sualın nömrəsini elə qrupda yazın, mən ona aid video çəkim, atım elə qrupa. Yaxşı Tamam mən. mən. Növbəti dərs inşallah litosferə başlayırıq. Tamam. Sağ olun, gecəniz xeyrə qalsın.